Burada Hacı Ramilin çıxışı var. İnsanların günahına ehtimal verirsiniz, dəqiq bilmirsiniz o günah edeyim. Mahnıda. Onu da anlayırsınız. Özünüz 100%'lik elədiyiniz günaha görə özünüz anlayırsınız. İnsanların Hacının çıxışıdır. Bu mahnı kimi qoşub ora. Nə əlaqəsi var? Və Hacı qutaransa dalda qadın səsini neyib? Bu dindar paylaşır. Deyər ki, bunu dindar olmayan düzəlib, atıb dindarların arasında hamı paylaşırlar. Rəylərə baxsan 90%-ə baxıram, 90% ki, mahnı hansı mahnıdır bu? Yəni Hacı Naşib demağıdır o. Cəmaatın musiqi mağadır və salam. Bu kim paylaşır? Dindarlar, harada səhifələrində. Bilmir mahnı dupçus o mahnı nədir bu? Ərəb mahnısıdır bu, nədir bu? Üzrsən belə rəqsləyən mahnıdır. Damlar ki, qadın avazı. Bu nədir bu? Bu din təbliğidir bu. Bu nümunədir. Bu kimdir biz? Bu kimdir mən, sən? Və elənər ki, reaksiya yoxdur, etiraz yoxdur. Cəmaat o üçün qaçır başqa məsələlərə. Bizik, əvvəl demişəm, biz şey olaraq haqqıq, bizim amma sərt nəyimiz? Təqdimatımız. Deyək, qabır oynamaq, qaşa mahnıbilər, musiqalı mahnıbilər, rəqs mahnısıdır. Dalın axırına qadın belə muğam, avaz oxuyur. Oldu, hə, bu din təbliğ. Belə bir şey olar. Halal çıxışdır. Hacı qaşa çıxış eləyir, Allah kimi olsun. Yaxın yoldaş bizimlə, dostumuz var. Qaşa çıxış eləyir. O musiqa nə əlaqəsi həm o mahnı? Bax, mən deyim, əlaqə olsun. O çıxışla, o sözlə mahnı əlaqəsi olmalıdır. Mahnı əlaqəsi olmalıdır. Üstə gəl, o qadın səsi nə yoxdur, bağlılıq yoxdur. Kim bilir bunu? Sən. Sənin qorxunun statusu var. Niyə? Yaxşı, qoydun, nə qazandın burada?